Aleksandr Düma, Qafqaz səfəri, 17-ci fəsil, Kərənik. Həqiqətən də o bizi axtarırdı. Mən knyazın Rus ordusunun ən cəsur zabitlərindən biri olduğunu eşitmişdim. İndi o yerli dağlılardan təşkil olunmuş alaya komandanlıq edirdi. Gürcü, yəni daima təbiətin qoynunda bu düzənliklərdə yaşamış adam, komandanı olduğu ən cəsur əskərlərindən də cəsarətli olmalı idi. Əsl nəcabətinə görə o 882-ci ildən 1079-cu ilə qədər hakimiyyətdə olmuş keçmiş Gürcü hökmdarlarının nəslindəndir. Qafqazda olan nəsil şəcərəsinə görə onun soy kökü eramızdan əvvələ, daha dəqiq desək, xristianlıqdan 700 il qabağa gedib çıxır. Elə buradan da görünür ki, onun kökü Hersoq Levinin nəsil şəcərəsinin tarixindən də uzağa gedib çıxır. Beləliklə artıq dedim ki, Baqration bizi axtarırdı. O söylədi ki, məni məzəmmət etməyə haqqı var. Belə ki, mən şuradan keçib getmiş, ancaq bu haqda onu əvvəlcədən xəbərdar etməmişdim. Şuraya gəlişim barədə qabaqcadan xəbər göndərmədiyimə görə o məndən inciməkdə tamamilə haqlı idi. Ancaq burada mən də haqlıyam. Axı onun şurada olduğunu bilmirdim. Sonra ona hər şeyi danışdım. Alakarpo əhvalatını, gölə çevrilmiş şəhəri, nəhayət Moynenin xəstəliyini və nəbzinin dəqiqədə 120 dəfə vurduğu yeri tərk etməyə necə can atdığını, bir sözlə hər şeyi yerli yataqlı danışdım. Bu dedikləriniz kədərlidir, knyaz bildirdi. Ancaq siz ora bir də qayıdacaqsınız. Hara, şuraya, soruşdum. Xeyr, Moyne etirazını bildirdi. Sağ olun, mən orada gördüyümü gördüm. Siz orada nə görübsünüzsə, öz işinizdir, Monsieur Moyne, knyaz dedi. Ancaq siz hələ Kərəneyin mənzərəsini görməyibsiniz. Kərənej nədir? Knyazdan soruşdum. Bütün səyahətiniz boyunca rastlaşdığınız ən gözəl şey. Bax o, Moyne, hələ bir qulaq as. Bir dağı gözünüzün qabağına gətirin. Əşi yox, heç gətirməyin. Mən sizi ora apararam, özünüz görərsiniz. Moyne başını yellətdi. Monsieur Moyne, siz məcburi səyahətə görə mənə təşəkkür edəcəksiniz. O yer buradan çox uzaqdır, knyaz soruşdum. 40 verslik yoldur, yəni 10 mil. Arabanızı və tarantasınızı burada qoyarsınız. Xidmətçim dayanıb onlara keşik çəkər. Mənim arabama minərik. 2 saat yarımdan sonra oradayıq. Orada şam edərik. Şam yeməyi artıq sifariş edilib. Yeməkdən sonra dərhal yatarsınız. Saat 5-də sizi oyadacaqlar. Ən yaxşı atlara minib 2000 metr yuxarı qalxarıq. Möcüzəni onda görəcəksiniz. Deməli, biz heç vaxt Tiflisə getməyəcəyik. Moyne dərindən ah çəkərək dilləndi. Dostum, buradan ora Tiflisə bir sutkalıq yoldur. Burası var ki, ömrümüzdə görmədiyimiz ən gözəl yerləri görəcəyik. Üstəlik knyaz özü bizi Dərbəndə qədər müşayiət edəcək. Daha nə istəyirsən? Hə, valla düz deyirsən, razıyam. Madam ki, siz mənimlə buraya qayıdırsınız və sabah mənimlə birlikdə olacaqsınız, söz verirəm ki, sabah gecə sizi Karabada kəndə çatdıraram. Axı özünüz bilirsiniz, knyaz, axşam saat 6-dan sonra bizə at vermirlər. Mən yanınızdayamsa sizə gecə yarıya qədər at verərlər. Demək, sabah axşam Karabada kənddə gecələyəcəyik. Moyne soruşdu. Sabah axşam siz Karabada kənddə qalacaqsınız, knyaz cavab verdi. Getdik, Moyne, getdik. Hə, knyaz, eləsə vaxt itirməyə dəyməz. Siz şam yeməyindən danışırsınız. İndinin özündə biz acıq. Belədirsə, vaxtı boşuna itirməyək. Mənim tarantasıma 5 at qoşaq və yolçu yolunda gərək. Xidmətçilər atları tarantasa qoşunca mən vaxt tapıb knyazın silahlarına baxdım. Knyaz, kəmərinizdəki xəncər necə qəşəngdir. Heç vaxt Gürcüyə belə şey deməyin, yoxsa o həmin dəqiqə Bagrationun elədiyini edər. O xəncəri kəmərindən çəkib çıxartdı. Ah, mən çox şadam ki, bu sizin xoşunuza gəlib. Götürün. Bu, Qafqazın ən yaxşı silah ustası Murtazadın əl işidir. O özü bunu mənim üçün düzəldibdir. Baxın, burada Azərbaycan dilində yazı da var. Bu xəncəri Murtazad knyaz Baqration üçün düzəltdi. Knyaz, axı, götürün, o mənə ayrısını düzəldər. Mən öz xəncərimə baxdım. Bu da Dağıstanın çox gözəl silahlarındandır. Ancaq yaşıl fil sümüyündən olan, qızılla naxışlanmış dəstəsi knyazın əynindəki geyimə qətiyyən uyğun gəlmirdi. Bundan əlavə, bağışlanan xəncərin əvəzinə xəncər vermək gülünc olardı. Mən yivli karabinimi xəyalımdan keçirtdim. Həmin tüfəngi məşhur silah ustası kimi tanınan devim biz hələ Parisdən çıxmamış tapanca ilə birlikdə mənə hədiyyə gətirmişdi. Qafqaza gedirsiniz deyə o soruşmuşdu. Mən təsdiqləmişdim. Ora elə bir yerdir ki, güllə atmamış geri qayıtmaq olmaz. Siz gözəl silahları xoşlayırsınız. Bunları məndən yadigar götürün.
Mən həmin karabini götürdüm və knyazə təqdim etdim. Hələ deyəsən onun mexanizmini də başa saldım. O, bu yeni kəşf haqqında çox eşitmişdi, ancaq istifadə qaydasını bilmirdi. Yaxşı, o silaha diqqətlə nəzər salaraq dedi. Qafqazda deyildiyi kimi biz indi Kunak olduq. Siz bundan sonra heç nədə mənə etiraz edə bilməzsiniz. İndi artıq mən sizə borclu qaldım və icazə verin əvəz-əvəz olaq. Atların qoşulduğunu xəbər verdilər. Knyazın arabaçısı şeyləri qorumaq üçün orada qaldı. Əvvəldən şərtimiz belə idi. Biz tarantasa oturduq və atlar dörd nala çaparaq irəli şütüdü. Aha, knyaz görünür burada hamı sizi tanıyır. Mən də elə fikirləşirəm. Həmişə Şuradan Dərbəndə gedib gəlirəm, bu yolla işləyirəm. Doğrudan da knyazı hamı, hətta kiçik uşaqlar da tanıyırdı. Karabada kənddə atları arabalara yenidən qoşanda, o 2-3 uşaqdan Azərbaycanca nəsə soruşdu. Yola düşəndə isə cibindən bir ovuc abbası çıxarıb onlara tulladı. Yolda mən ona səhər başımıza nə iş gəldiyini, bir saat əvvəl isə necə haray həşirdə olduğumuzu danışdım. İman Qazaliyevdən aldığım xəncəri ona göstərdim və ləzgilərin başçılarından müsadirə olunan silahı satıb-satmadığını soruşmadığıma görə isə çox təəssüf hissi keçirdiyimi də ondan gizlətmədim. Həmin silah artıq alınıb. Kim alıb? Mən. Belə hesab edin ki, o tüfəng verdiyim xəncərə əlavə olundu. Yəqin indi uzaqdadır. Ola bilər ki, uzaqda olsun, ancaq qaçıb gətirərlər. Ancaq deyirəm, elə hesab edin ki, o artıq sizindir. Lənət şeytana. Knyaz Bagration boş yerə danışmır. Görürsünüzmü, o gülərək əlavə etdi. Silahı əldə etmək üçün biz daha sürətlə gedirik. Mən də elə düşünürəm, yoxsa gülləyə tuş gələrdik. Biz səhər saat 8-də tərk etdiyimiz Şuraya axşam saat 8-də qayıdırdıq. 3 saat yarıma, bəlkə də 4 saata qət etdiyimiz yola gün yarım vaxt sərf etmişdik. Gəlişimizdən 10 dəqiqə sonra şam yeməyi verildi. Fransız sayağı şam yeməyi. Elə bu da bizim söhbəti istər-istəməz Parisə gətirib çıxardı. Knyaz 2 il əvvəl oranı tərk etmişdi. Orada hamını tanıyırdı. Əgər haqqında danışdığımız fransız xanımlarına desəydilər ki, elə bu saat Xəzər dənizi sahillərində, Kərəneyin ətəyində, Dərbəndlə qızlar arasındakı yerdə söhbət onlardan gedir, çox təəccüblənərdilər. Biz əsl yorğan döşəkdə yatdıq. Yelpativodan sonra ikinci dəfə idi ki, belə rahat yataqda yatırdıq. Birinci dəfə belə şəraiti biz Çiryurtda Knyaz Dandukov Karsakovun evində görmüşdük. Səhər saat 5-də bizi oyatdılar. Hələ gecə idi. Göydə ulduzlar sayrışırdı. Qapıda atların kişnərtisi və ayaq səsləri eşidilirdi. Knyaz bizim yatdığımız otağa daxil oldu. Qalxın, o dedi. Nə istəsəniz bir stəkan çay və ya qəhvə içək. Biz günəşin Xəzərdən çıxmasını görəcəyik. İşkartı qalasında iştaha ilə səhər yeməyi yeyərik və sonrasını özünüz görərsiniz. Sizi xəyalınıza gətirmədiyiniz sürprizdən mərhum etmək istəmirəm. Hərəyə bir fincan çay içib çıxdıq. Knyaz Bagrationun alayından 100 nəfər bizi qapıda gözləyirdi. Biz artıq dedik ki, bu alay yerli dağlılardan təşkil olunmuşdur. Elə fikirləşəcəksiniz ki, bu yerli dağlılar təbəliyi qəbul etmiş ləzgilər, çeçenlər yaxud çərkəzlərdir. Əgər belə düşünsəniz, səhv edərsiniz. Yerli dağlılar Korsikada deyildiyi kimi şeytana papaq tikənlərdir. O vaxt ki, dağlının könlünə intiqam almaq düşür, yaşadığı yeri tərk edir və könüllü olaraq gəlib Bagrationun alayına qoşulur. Belə igidlərin necə vuruşduqlarını özünüz təsəvvürünüzə gətirin. Hələ indiyə kimi elə halı olmayıb ki, onlardan biri əsir düşsün. Bu cəhənnəmdən qaçanları yalnız öz gözlərimlə gördüyüm qabardin atıcıları ilə müqayisə etmək olar. Təxminən yarım saata qədər meşəli təpələrlə yol getdik. Hava yavaş-yavaş işıqlaşırdı. Temirxan Şuradan 3 verslik məsafədə olan Xəzəri görməyə qarşımızdakı dağın yalnız bir hissəsi mane olurdu. O, nəhəng mavi güzgüyə bənzəyirdi. O biri tərəfdə isə günəşin ilk şəfəqləri işkartıdakı hərbi hissələrin yerləşdiyi binaları işıqlandırırdı. Onlar ağ mərmərdən tikilmiş saraylara oxşayırdı. Biz atların ayağı altından pırıltı ilə uçub gedən kəkliklərə və qırqovullara baxa-baxa kiçik bir vadini keçib getdik. İşkartıya çatanda səhər saat 8-in yarısı idi. 15 verst yol gəlmişdik. Bagrationun əvvəlcədən xəbərdar etdiyi qala komendantı, yəni rəisi olan polkovnik artıq bizi gözləyirdi. Səhər yeməyi hazır idi. Bizi müşayiət edəcək 500 nəfərin hamısı silahlı idi. Tələsik nahar etdik, ancaq bu heç də doyunca yeməyimizə mane olmadı. Sonra yola düşdük. Saat 9 idi. Günortaya qədər biz elə hey yuxarı qalxdıq. Piyadalar dincəlmək üçün 3 dəfə 10 dəqiqəliyə dayandılar.
Hər dəfə knyazın göstərişi ilə onlara bir stəkan araq verildi. Bunun üçün araqla dolu bir çəlləyi ata yükləmişdilər və ekspedisiyanın dalınca gətirirdilər. 8-10 verslik məsafədə meşə görünmədi. Onları ardı-arası kəsilməyən uçsuz-bucaqsız çəmənlik təpələr əvəz edirdi. Onların hər birinin zirvəsinə qalxdıqca elə bilirdik ki, daha axırıncı zirvədəyik. Ancaq yanılırdıq. Qarşıya yenə bir təpə çıxır və biz bunu da o birlər kimi addım-addım qalxırdıq. 1842-ci ildə ruslar tərəfindən dağıdılmış böyük bir kəndin xarabalıqlarına qədər demək olar ki, tapdaqdan çıxmış bir cığırla getdik. Hər evin bir və yalnız 2 divarı salamat qalmışdı. Yarısına qədər dağıdılmış minarə daha mənzərəli görkəm almışdı. Oradan o tərəfə heç bir cığır yox idi. Ancaq bir-birinin ardınca düzülmüş təpələrdən başqa heç nə görünmürdü. Nəhayət biz axırıncı təpəyə çatdıq. Orada hamımız qeyri-iradi atın yüyənini geri çəkirdik. Sanki ayaqlarımızın altında torpaq yox idi. Ucu şiş qaya 7000 fut hündürlükdə idi. Mən sıçrayıb atdan düşdüm. Açıq-aşkar başım gicəllənirdi. Ayaqlarımın altında torpağın olduğunu hiss etməyə ehtiyac duydum. Bu da kifayət etmədi. Mən qarnı üstə yerə uzandım və əllərimi gözlərimin üstünə qoydum. İzah oluna bilməyən bu sarsaq baş gicəllənməni gərək özün yaşayasan ki, başqası bu vəziyyətdə olanda keçirdiyi əzab-əziyyət haqqında bir fikrin, təsəvvürün olsun. Əsəb gərginliyinin əmələ gətirdiyi titrəmə məni həyəcanlandırıb elə hala saldı ki, sanki torpağa bağlanmışdım. Sanki torpaq canlı idi, hərəkət edir, tərpəşir, mənim altımda döyünürdü. Əslində isə döyünən mənim ürəyim idi. Nəhayət başımı qaldırdım. Uçuruma baxmaq üçün mənə möhkəm iradə, hünər lazım idi. Əvvəlcə hər şey gözümün qabağından qaçdı. Yalnız göz işlədikcə uzanan vadini, onun dərinliyində isə ilan kimi qıvrılan 2 gümüşü ipi gördüm. Bu vadi başdan başa avariya idi. Bu 2 gümüşü ipin biri Andi köy su çayı, o birisi isə avariyanın köy su çayı idi. Bunlar ikisi birləşərək sulaqçayı əmələ gətirir. Ayağımızın altında avariyanın köy su çayının sağ sahilində Şamilin doğulduğu rusların cəmi bircə dəfə meyvəsindən daddığı gözəl bağları ilə məşhur olan Gümrü kəndi bir nöqtə kimi görünürdü. Bu əhvalatı hamı xatırlayır. Qazı Molla həmin kəndi müdafiə edərkən öldürülmüş və Şamil ilk dəfə bu döyüş meydanında ortaya çıxmışdır. Avariyanın köy su çayının o biri tərəfində isə çox hündür, elə bizim dayandığımız yerlə eyni səviyyədə yerləşən Unzukul kəndi yerləşir. Bu kəndin hər bir evi möhkəmləndirilmiş və daş divarla əhatəyə alınmışdır. Üfüqdə isə bütün əhalisi köçüb getmiş, tamamilə bomboş qalan Axulqu kəndinin xarabalıqları görünür. Həmin bu kənddə İmam Şamilin oğlu gənc Cəmaləddin əsir götürülüb. Biz Gürcü knyaginyalarının oğurlanması ilə əlaqədar bu əhvalatı hekayətimizin gələcək səhifələrində olduğu kimi danışacağıq. Sol tərəfdə Xunzaq kəndi görünür. Orada vadinin lap qurtaracağında avariyanın köy su çayının mənbəyində bir nöqtə gözə dəyir. Bu Kabada kəndidir. Əgər Şamil Vedəndə sıxışdırılarsa, çox güman ki, bura onun sığınacağı yer olacaq. Kabadanın sağında Andinin köy su çayı boyunca dar bir keçiddə göyümtül bir dərə görünür. Qatı dumanda burada heç nəyi ayrı etmək olmur. Hər şey bir-birinə qarışır. Bura Tuşinlərin məskənidir. Xristian qəbiləsi olan Tuşinlər ruslarla ittifaq qurmuş və həmişə Şamilə qarşı vuruşurlar. Oradan-buradan qalxan tüstü yəqin ki, buradan baxanda görünməyən kəndlərdir. Soruşsam da, bu kəndlərin adlarını heç kim mənə deyə bilmədi. Qafqaz sıra dağlarındakı bu dəhşətli xarabalığı Kərəneyin zirvəsindən başqa heç yerdən görmək mümkün deyildir. Dünyanın heç bir ölkəsi vulkanik püskürmələrə Dağıstan qədər çox məruz qalmamışdır. Buraların dağları da insanları kimi aramsız və amansız mübarizənin əlindən cana doymuş, əziyyət çəkmişdir. Qədim bir əfsanəyə görə şeytan həmişə Allahın sevdiyi bir nəfər zahid, güşənişin, təmiz qəlbli bəndəyə əzab verirmiş və bu adam da Qafqaz dağlarının ən uca zirvəsində yaşayırmış. Bu elə bir zaman imiş ki, Qafqaz çox məhsuldar, yaşıl dağ örtüyü imiş. Günlərin birində həmin bu zahid Allahdan xahiş edir ki, ona şeytanın bəd əməllərindən bir dəfəlik əl çəkməsi üçün tədbir görməyə riza versin. Allah zahidə icazə verir və məqsədinə hansı yolla nail olmaq istədiyini də soruşmur. Zahid maqqaşı qızdırır və şeytan həmişəki kimi başını qapıdan içəri soxanda bu müqəddəs adam Allahın adını çəkir və maqqaşın pul kimi qızarmış ucu ilə onun burnunu sıxır.
Dözülməz ağrı hiss edən şeytan özünü tamamilə itirir və dağın üstündə çırpınmağa başlayır. Quyruğu ilə Anapadan Bakıya qədər bütün Qafqazı döyəcləyir. Şeytan hər dəfə quyruğu ilə bu yerləri qırmaclayanda, vadiləri, dərələri, dağları o qədər çox və necə gəldi, yəni səliqə-sahmansız şəkildə çarpazlaşdırır ki, nəticədə yaranan gördüyümüz mənzərəyə baxanda istər-istəməz əfsanədə deyilənlərlə razılaşırsan. Əlavə izahata ehtiyac qalmır. Biz təxminən bir saata qədər Kərəniyin zirvəsində qaldıq. Mən yavaş-yavaş təbiətin bu qorxunc əzəmətinə alışdım. Bagrationun dedikləri ilə razılaşaraq etiraf edirəm ki, nə Vollorna yüksəkliyi, nə Rigin, nə Etna zirvəsi, nə Qavarninin Şiş zirvəsi bu qədər gözəl görünüşə malik deyil. Boynuma alıram ki, bu olduqca gözəl, mənzərəli uçurumdan geri dönərkən ağlasığılmaz dərəcədə məmnun qalmışdım. Ancaq bizim üçün gözləmədiyimiz başqa bir sürpriz də hazırlamışdılar. Geri qayıdarkən 500 piyada Rus dəqiqliyi ilə hamısı eyni vaxtda 500 tüfəngdən yaylım atəşi açdılar. Nə tufan, nə ildırım, nə vulkan göylərin bu sonsuz ənginliklərində heç vaxt belə qulaq batırıcı gürültü qoparmamışdı. İstəyimin ziddinə olaraq məni uçurumun lap yaxınlığına gətirdilər və 7000 fut aşağıda yerləşən Gümrünün əhalisini, yəni kənd cəmaatını görə bildim. Bəşəri varlıqların yaradıcıları, yəni qarışqalar öz yuvalarından çıxdığı kimi, Gümrülülər də öz evlərindən bayıra tökülüşdülər. Bu səhnəni görən belə hesab edərdi ki, sanki Kərəney onların üstünə uçurdu. Bu yaylım atəşi bizim yola düşməyimiz, qayıtmağımız üçün bir işarə idi. Biz aşağı enməyə başladıq. Xoşbəxtlikdən aşağı enmək əvvəldən axıra kimi zövq verici idi. Bu həzz, ləzzət ondan yaranırdı ki, atımın hər bir addımı məni Kərəneyin zirvəsindən 1 metr uzaqlaşdırırdı. Mən atımın hər bir addımı deyəndə yanılıram. Ona görə ki, xarabaya çevrilmiş kəndə qədər piyada enərkən atlarımızın yüyənindən tutmuşduq. Çünki yalnız kəndə çatanda münasib yer imkan tapıb yenidən yəhərə oturduq. İşqartı qalasında nahar etdik. Rahat gecələmək üçün Buynakiyə getməli idik. Ancaq elə yorulmuşduq ki, özümüz gecəni burada keçirməyi, sabah səhər yola düşməyi Knyaz Bagrationdan xahiş etdik. Çay içərkən məni yan otağa dəvət etdilər. Deyilənlərə görə orada məni görmək istəyən bir nəfər vardı. Bu adam alayın dərzisi idi. O zabit geyimi tikmək üçün mənim ölçümü götürməyə gəlmişdi. Komandirin təklifi ilə əskərlər yektilliklə məni yerli dağlılardan təşkil olunmuş alayın fəxri üzvü seçmişdilər. Mənim alaya qəbul olunmağımın şərəfinə bütün gecə musiqi səsləndi. 18-ci fəsil. Dərbənd. Səhər açılanda biz yola düşdük. Hava olduqca gözəl idi. Qar və sırsıra qeybə çəkilmişdi və bizi əvvəlcədən xəbərdar etmişdilər ki, Dərbənd yolunda əsl yayla qarşılaşacağıq. Yenə Hellidən keçib getdik. Knyaz milislərin başçısı İman Qazaliyevlə Azərbaycanca bir neçə kəlmə danışdı və görünür onun cavablarından razı qaldı. Söhbətin mənim tüfəngimdən getdiyinə şübhə etmirdim. Ona görə də bir kəlmə də kəsmədim. Karabada kənddə nahar etmək üçün dayandıq. Tarantas ərzaqla dolu idi. Moyne 3 şəkil işlədi. Elə bir mənzərəli yerdəydik ki, hər addımda ayaq saxlayıb ətrafı seyr etməli olurduq. Buynakidə biz minik arabalarımızı və knyazin nökərini tapdıq. Mən Bagrationla onun tarantasında qaldım. Moyne və Kalina isə mənim yerimə keçdilər. 5 dəqiqə çəkmədi ki, atlar qoşuldu, biz yola düşdük. Avuldan 200 addım aralıda bir dəstə kəkliyi yenə havaya qaldırdıq və həmin dəstə havada dövrə vurub bizdən 50 addım o tərəfdə yerə endi. Tarantasları saxlayıb quşları izlədik. Onlardan birini vurdum. Dəstə gözümüzün qabağındaca təpənin üstündən uçub keçdi. Mən quşları təqib etdim. Təpənin lap yuxarısına qalxanda vurduğum kəkliyi unutdum. Mən indi Xəzər dənizi ilə üz-üzə dayanmışdım. O göy yaquta bənzəyirdi. Üzündə heç bir ləpə dalğa yox idi. Dəniz intəhasız düzənlik kimi göz işlədikcə uzanıb gedirdi. Qədim tarixçilərin Hirkani adlandırdıqları bu dəniz kimi heç də mənə belə əzəmətli, qəmgin görünməmişdi. Bu dəniz Herodota qədər bir əfsanə olmuşdur. İlk dəfə onun sahəsini və sərhədlərini Herodot təyin etmişdir. Elə indi də bu dəniz əvvəlki vaxtlarından o qədər də çox məşhur deyildir. Şimaldan, qərbdən və cənubdan bütün çaylar bu sirli dənizə axıb tökülür, şərqdən isə ona yalnız küləklərin sovurduğu qum gəlir.
O heç nəyi geri qaytarmır. Bütün aldıqlarının hamısını udur və elə bir axına malikdir ki, hansı yeraltı yolla bu aldıqlarını itirdiyindən heç kim baş açmır. Bu dəniz yavaş-yavaş dolur, zibillənir və günlərin bir günü çox güman ki, böyük bir qum gölünə, yaxud Qırğız və Noqay düzənliklərində rast gəldiyimiz duzlu bataqlıqlardan birinə çevriləcəkdir. Yola baxanda aydın olurdu ki, biz ta Dərbəndə qədər Xəzəri görəcəyik. Biz təpədən endik, tarantaslarımıza minib axırıncı təpəliyi aşdıq və düzənliyə çıxdıq. Burada keçilməsi çətin yoxuşlar və enişlər qurtarır. Qafqazlı arabaçılar bunları heç veclərinə almırlar. Elə ki onlar atlarına qalxdılar, çayın axmasına belə məhəl qoymadan bu dediyim eniş yoxuşların arasından atlarını 4 nala çaparaq keçib gedirlər. Doğrudur, bu çay ilin 6 ayı yoxa çıxır. Ancaq yerində çayın təmsilçiləri, yəni çınqılları qalır. Arabalar bu çınqılların üstündən hoppana-hoppana, dingildəyə-dingildəyə keçib gedəndə adam fransız olduğunu unudur. Axı bizdə belə şeylər yoxdur. Və bir də ki, belə yerlərdən keçməzdən qabaq tarantasların möhkəm davamlı olmasına əvvəldən fikir verməlisən. Bu insanın namümkünlə mübarizəsidir. Bəli, insan yerə yıxılır, qalxır, ancaq yenə də məqsədinə çatır. Burası da doğrudur ki, çox vaxt insan əzilir, tarantas isə qırılır, sınır. Ancaq yol ki başa çatdı, məsafə qət edildi, məqsədə çatdınsa, bunun nə əhəmiyyəti var ki? Bu dəfə bizim məqsədimiz Karabada kəndə gəlmək idi. Biz oraya günortadan sonra saat 4-də gəlib çatdıq. Ərzağı tarantasdan çıxartdıq və nahar etdik. Səyahətdə, xüsusilə belə səyahətlərdə nahar ən böyük, vacib məsələlərdən birinə çevrilir. Doğrusunu desək, əksər hallarda adamın belə fürsəti olmur. Mən gələcəkdə səfər etdiyim yollardan keçmək istəyən adamlara, həmçinin bütün millətlərin nümayəndələrinə dönə-dönə məsləhət görürəm ki, təsadüfən Həştərxandan qızlara səyahət etməli olsanız, yolunuz hansı şəhərdən yaxud avuldan keçsə, mütləq ərzaq tədarükü görün. İtaliyada adam pis yeyir, İspaniyada az yeyir, bozqır düzənliklərdə isə ümumiyyətlə heç nə yemirsən. Yeri gəlmişkən ruslar yeməyə cüzi də olsa ehtiyac hiss etmirlər. Əksər hallarda görürsən ki, onlar nə yediklərinə bir o qədər də əhəmiyyət vermirlər. Yəni yemək işinə bir incə sənət, hətta ənənə kimi baxmırlar. Onlar üçün bunun bir o qədər də əhəmiyyəti yoxdur. Bircə samavar qaynasın və stəkanlarda çay buğlansın. Bunun üçün imperatorlarının sarı çayı və ya knyaz tümenin kalmıq çayı olmasının o qədər də əhəmiyyəti yoxdur. Ərəblər kimi onlar da səhər bir xurma, axşam bir xurma yeyirlər. Lakin Fransada yaşamış, Fransanı, onun bitki və heyvanat aləmini sevən, 2 ayaqlarını, 4 ayaqlarını layiqincə qiymətləndirən knyaz Bagrationla bir yerdə olanda qətiyyən aclıqdan qorxmağa dəyməz. Hələ də özümdən soruşuram. Görən Bagration Karabada kənddən Dərbəndə qədər yol boyu yediyimiz ciyər paştetini haradan tapmışdı? Həm də Strasburqdan azı 1200 mil məsafədə. Bu da həqiqətdir ki, biz Çindən çox uzaqda olduğumuz halda əla Çin çayı içirdik. Rus yataqlarının, yorğan döşəklərinin üstünlüyü onda idi ki, adamı tənbəlliyə alışdırmır. Dünyada az məstixumar tapılar ki, küknar ağacından hazırlanmış və üstündə pərqu yorğan döşək olmayan taxtlarda nazlanmaq istəsin. Elə ki gün doğdu, onun ilk şəfəqləri heç bir maneəsiz içəri düşür. Nə pəncərə tağları ilə qarşılaşır, nə pərdə ilə. Şairlər demiş, günəş birbaşa kirpiklərinizə toxunur. Gözlərinizi açırsınız, kobud və ya bədbin xarakter sahibi olmanızdan asılı olaraq hələ üstəlik söyüş də söyürsünüz. Nəhayət üstündə yatdığınız taxtadan hoppanıb aşağı düşürsünüz və əgər tənbəllik etməsəniz, su tapıb yuyunursunuz da. Mən Kazanda olanda 3 mis ləyən almışdım. Biz onları tarantasdan çıxaranda sumatritillər çox təəccübləndilər və biz yuyunana qədər onlar bu ləyənlərin nəyə lazım olacağını bir-birlərindən soruşurdular. Ancaq knyazin özünün mətbəxi, çay dəstgahı və geyinib keçinmək üçün bütün ləvazimatı vardı. Fransada səyahət etmək o deməkdir ki, hər dayanacaqda su ilə dolu böyük bardaq, səhəng və ləyənlər səni gözləyir. Hava işıqlananda yerimizdən qalxdıq. Səhər o başdan sıx dumana bürünən Karabada kənd əvvəlcə parlaq işığa qərq oldu. Biraz keçmiş, gah çəhrayı, gah bənövşəyi rəngə çalan və nəhayət kəndin ucqarlarında göyümtül rəng alan görüntü silinib yox oldu. Və adamı valeh edən elə gözəl mənzərə yarandı ki, Moyne bunu nəinki karandaşla, hətta akvarellə kağıza köçürdü.
Hələ vaxtımız vardı. Dərbənd bizdən 50 verst aralıdaydı və əmindik ki, yolda heç bir gözlənilməz əngəl çıxmasa axşama qədər ora çatarıq. Yolda xüsusilə Qafqazda gərək həmişə nəsə bir hadisənin yaxud macəranın baş vermə ehtimalını nəzərə alasan. Belə bir bədbəxt hadisə doğrudan da baş verdi. Dərbəndə 18 verst qalmış, Xan Məhəmməd Kalinskaya da at tapılmadı. Ancaq yanında Baqration varsa bir o qədər də böyük faciə sayılmaz. O yolun ortasında dayandı, keçən arabalardan 6-sını ya 8-ini saxladı. Gah yarı zarafat, yarı hədələyici tərzdə, gah da pul təklif edərək Azərbaycanca arabaçılara müraciət edir. Poçt arabalarını dartıb aparan atların içərisindən heç olmasa yabıların verilməsini xahiş edirdi. Beləliklə biz yenidən yola düşdük. Yol boyu Dərbənd tərəfdən qayıdan atlara rast gəldikcə, arabanı sürən Azərbaycanlını düşürdür, onun troykasına minir və daha böyük sürətlə yolumuza davam edirdik. Günortadan sonra saat 2-yə yaxın dağların arxasında gizlənmiş Dərbəndin yaxında olduğunu xəbər verən Azərbaycanlı qəbirstanlığı göründü. Yüksəklikdə bir veslik məsafədə uzanıb gedən bütöv bir təpədə amfiteatr şəklində salınmış qəbirstanlıqda dimdik dayanmış uca başdaşlarının hamısı gün çıxana, şərqə baxır, sanki Xəzər dənizinə meydan oxuyurdu. Qəbir daşları meşəsinin ortasında Baqration mənim diqqətimi naşı bir adamın çəhrayı və göy rəngə boyadığı kiçik bir abidəyə yönəltdi və bax, səltənətin qəbri budur, dedi. Məlumatsızlığıma görə üzr istəyirəm, dedim. Ancaq deyin görək bu səltənət kimdir? Şamxal Tarkovskinin məşuqəsimi deyim, arvadımı deyim, bilmirəm. Necə istəyirsiniz, elə də başa düşün. O qayanın başında bir ev vardı, ha, yadınızdadırmı? Lap yaxşı yadımdadır. Moyne də xatırlayar, elə deyilmi Moyne? Nəyi? Moyne o biri arabadan cavab verdi. Heç nəyi, dedim və sonra üzümü Baqrationa tərəf tutaraq, deyəsən bir əfsanə, rəvayət də gəzdiyini söylədiniz, eləmi? Daha da yaxşısı, bu tam bir tarixdir. Onu sizə Dərbənddə danışarlar. Bu dünyada ən romantik hekayələrdən biridir. Yaxşı, mən bu haqda bir kitab yazarım. 4-ünü, 6-sını, 8-ini nə qədər istəyirsiniz yazın, ancaq doğrudanmı belə hesab edirsiniz ki, sizin oxucular Fars xəlifələrinin nəslindən olan bir Azərbaycanlı bəylə bir avar xanımının sevgi dastanı ilə maraqlanarlar? Niyə də olmasın, dünyanın hər yerində ürək ürəkdir. Bəli, ancaq hisslər müxtəlif formalarda özünü biruzə verir. Orosmana görə bütün Asiyalıları məhşər ayağına çəkməyin. Orosman istəməzdi ki, səxavətdə, əliaçıqlıqda Niristan onu ötüb keçsin. Amalat bəy, o, səltənətin sevgilisidir. Onu dar ağacından qurtaran polkovnik Verkovskini qətlə yetirərək, onun başını bədənindən ayırmaq üçün torpağı eşib meyitini qəbirdən çıxarmış və başı Əhməd xana aparmışdır. O isə bunun əvəzində öz qızını ona vermişdir. Bəlkə də bu əhvalat Breda küçəsinin şahzadə xanımları, Mont Blanc küçəsinin bankirləri, necə deyim, Saint-Germainin qrafinyaları üçün bir o qədər də maraqlı olmaz, hə? Bu onlar üçün yenidir, mənim sevimli knyazim. Və mən də bu yeniliyə böyük ümid bəsləyirəm. Hə, mənim orada o uzaqda gördüyüm nədir? Hə, bu Dərbənddir. Doğrudan da bu Dərbənd idi, yəni dağın zirvəsindən dənizə qədər uzanaraq yolumuzu kəsən ən qədim nəhəng divar idi. Bizim qarşımızda əsrlərin gərdişindən qorxmayaraq məğrur dayanan, möhtəşəm cizgilərinə və formasına görə şərq memarlığı nümunəsi olan nəhəng bir darvaza dayanmışdı. Sanki darvaza indicə dərindən nəfəs alacaq, bizi gəldiyimiz yolla bərabər ağuşuna alacaqdı. Bu darvazanın yaxınlığında çox güman ki, Pelaskilərin tikdikləri bir çarhovuz vardı və uzun və parlaq rəngli 4 künd çadralı Azərbaycanlı qadınlar gəlib həmin bu çarhovuzdan su doldururdular. Təpədən dırnağa qədər silahlanmış kişilər divara söykənərək heykəl kimi dayanmışdılar. Onlar bir-biriləri ilə danışmır, yanlarından ötüb keçən qadınlara məhəl qoymur, haradasa xəyallar aləmində uçurdular. Yolun o biri tərəfində bu divarlar kimi uçulub dağılmış başqa bir divar vardı. Adətən belə divarlar şərq şəhərlərinin qapılarının və çarhovuzlarının yaxınlığında tikilir və müəyyən bir məqsəd daşıyır. Divarın arxa tərəfində isə əvvəllər şübhəsiz ki, ev varmış və onun da qarşısında nəhəng palıd və qoz ağacları göyə baş vururmuş. Arabaları saxlatdırdıq. Dünyada çətin ilə bir şəhər tapılar ki, onun başına gələn hadisələr, yaranması onun adının mənası ilə tam uyğun gəlsin. Ancaq Dərbənd məhz belə bir şəhərdir. Təkcə Dəmir qapı adını daşıdığı dəmir darvazalarına görə deyil. Doğrudan da Asiyanı Avropadan ayıran qraniti və misi ilə skiflərin dəhşətli
yürüşlərinin qarşısını alan böyük səddir. Qədim dünyanı lərzəyə salan skiflər əsl barbarlıq mücəssəməsi idilər. Onların adı oxlarının vıyıltısından götürülmüşdür. Nəhayət biz şəhərə daxil olduq. Bu doğrudan da Avropa ilə Asiyanın qovşağında yerləşən və eyni zamanda həm Asiya sayağı, həm də Avropa sayağı üslubda inşa edilmiş bir sərhəd şəhəri idi. Şəhərin yuxarı tərəfində məscid, bazarlar, alçaq damlı evlər, qalaya qalxan məhəccərli dairəvi pilləkənlər, aşağı tərəfində isə yaşıl örtüklü evlər, kazarmalar, 4 təkərli minik arabaları və 2 təkərli arabalar ilk baxışdan diqqəti cəlb edirdi. Azərbaycanlı, gürcü, erməni, çərkəz, fars geyimində olan adamlar küçələrdə qarışqa kimi qaynaşırdılar. Və bütün bunların arasında qədim kahinlər kimi ağ uzun örtük geymiş erməni qadınları ruh kimi yavaş, donmuş, soyuq hərəkətlə irəliləyirdilər. Ah, bu mənzərə nə qədər də gözəl idi. Mənim yazıq Louis Boulanger, sevimli Jérôme, hardasınız? Moynedə mən də sizi bura çağırırıq. Arabalar qubernatorun General Aseyevin evinin qarşısında dayandı. O Tiflisdə idi, ancaq qulluqçular səkidə dayanıb bizi gözləyirdilər. Nahar hazır idi. Bagration sehirli çubuğunu Temirxan Şuradan Dərbəndə qədər uzatmış və hər şeyi yoluna qoymuşdu. Biz yeməyimizi mümkün qədər tez tələsik yedik ki, günəş sonuncu şüalarını yığıb çəkməmiş, fürsətdən istifadə edib aşağı enək və bizdən 2-300 metr aralıda olan dənizə baxaq. Bagration bizə bələdçilik etməyi öz öhdəsinə götürdü. Dərbənd onun şəhəri idi, yaxud da başqa cür desək onun padşahlığı idi. Hamı onu tanıyırdı. Onunla salamlaşır, baş əyir, gülümsəyirdilər. O saat bilinirdi ki, səxavətli xeyirxah olduğuna görə bütün əhali onu həqiqi məhəbbətlə sevir. Suyunu heç kimdən əsirgəməyən fəvvarəni necə sevirlərsə, meyvəsini hamıya eyni səxavətlə paylamağa hazır olan ağacı necə sevirlərsə, onu da elə sevirlər. Güclü olasan, özü də bu qədər xeyirxah olasan, inanılası deyildi. Bizi valeh edən birinci şey torpağın üstündə kiçik bir tikili oldu. O, 2 topla müdafiə olunurdu. Zəncirlə dövrələnmişdi və 2 daş dirəyin üstündə tarix qeyd olunmuşdu. 1722 və 1848. Rəqəmlərin aşağısında isə rus dilində belə bir yazı vardı. Böyük Pyotrun ilk istirahət yeri. Pyotr 1722-ci ildə Dərbənddə olmuşdu. 1848-ci ildə isə onun qaldığı bu komanın ətrafına hasar çəkilmişdi. 3-cü top isə komanı dəniz tərəfdən qoruyur. Topları buraya çar özü gətirmişdi. Onlar Don üzərindəki Voronezh şəhərində istehsal olunmuş və üstündə 1715-ci il tarixi yazılmışdı. Bu balaca daxmanın arxasında qoyulmuş top elə o vaxtdan hazırlanmış xüsusi lafetin üstündə durur. Bu dahi insanın olduğu yerlərdən birinin xalqların minnətdarlıq rəmzi kimi əbədiləşdirildiyi daha bir nümunədir. Pyotrun ölümündən 150 il keçməsinə baxmayaraq, rusların onun xatirəsini həmişə əziz tutması tədqirə layiqdir. O, dənizi və dəniz sahili ölkəni tapdı, ancaq əslində liman axtarırdı. Dərbənddə isə o vaxtlar gəmilərin dayanması üçün külək tutmayan yer yox idi. Gəmilər 15 fut enində olan dar bir boğazda lövbər salırdılar. Təkcə bu dar boğazdan başqa sahil hər tərəfdən qayalarla əhatə olunmuşdu. Fırtına başlayanda adamlar böyük, yelkənli gəmilərini bu dar boğaza dartıb çəkmək üçün özlərini suya atırlar. Burada su adamın qurşağından yuxarı qalxmır. Dalğaların cüzi hərəkətindən qabarıb qalxan dənizin içərilərinə doğru 50 addıma qədər məsafədə qum təpələri vardı. Bu qum təpələri gəmilərin sualtı qayalardan kənarda sahilə yan alıb lövbər salmasına xidmət edir. Şəhəri cənubdan qoruyan divar bu qum təpələri boyunca uzanıb gedir. Divarın himində dalğalara kiçik müqavimət məqsədi ilə qoyulmuş böyük deşiklər vardır. Əksər hallarda dalğalar həmin bu deşiklər vasitəsilə daxil olduğu kimi yenidən çəkilib uzaqlaşır. Biz qabarmadan və çəkilmədən danışmırıq. Xəzər dənizində bunların heç birisi olmur. Dənizin sahilindən yuxarıya doğru amfiteatr şəklində uzanıb gedən şəhər çox gözəl görünür. Bu təpələrdən ibarət zəncirin ta yuxarısından sahilə qədər uzanıb gələn təbii evlər silsiləsinə bənzəyir. Sahilə yaxınlaşdıqca evlərin görünüşü dəyişir, yəni Asiya evlərindən çox Avropa evlərinə oxşayır. Şəhərin yuxarısında adam özünü Azərbaycanlı aulunda, aşağısında isə Rus kazarmalarındakı kimi hiss edir. Sahildən baxanda şəhər uzun, dördbucaq formalı, ortası qabarıq, qatı açılmış xalçaya bənzəyir.
Cənub tərəfdən isə divar elə əyilmişdir ki, sanki şəhər ona söykənmiş, o isə qeyri-ixtiyari şəhərin bu müqavimətinə tabe olmuşdur. Divarın zədələnmədiyi, salamat qaldığı yerlərində Pilaskilərin izləri aydın hiss olunur. Dağılmış yerləri isə müasir memarlıq qaydalarına uyğun adi daşlarla yenidən hörülüb bərpa edilmişdir. Bununla belə, mən divarların Pilaskilər dövründə tikilməsinə şübhə edirəm. Əgər mən bu cür mübahisəli divarlar haqqında fikrimi söyləməyə cürət etmiş olsam, deyərəm ki, Pilaskilərdən qalmış rəvayətə görə onu Xosrov 562-ci ildə Justiniana qarşı apardığı müharibə zamanı tikdirmişdir. Mənim fikrimin doğruluğunu Cənub qapısı təsdiqləyə bilər. Həmin bu qapı üzərində Qubadın rəmzi olan məşhur fars şirinin təsviri görünür. Heykəltaraşların yaratdıqları bütün şir obrazları arasında fars şirinin səciyyəvi cəhəti onun başının zınqrov şəklində olmasıdır. Heykəlin altında isə müasir farsların heç birinin oxuya bilmədikləri qədim fars dilində yazılar, kitabələr vardır. Baqration bu kitabənin mətnini olduğu kimi çıxarıb mənə verəcəyinə söz verdi. Mən də ona söz verdim ki, həmin yazıları alim dostum Solsiyə tərcümə elətdirəcəyəm. Gecənin düşməsi bizi evimizə, başqa cür desək, sarayımıza qayıtmağa məcbur etdi və biz gecəyə yalvardıq ki, bir yay gecəsi kimi tez bitsin. Gecənin alatoranlığında biz möcüzə kimi görünən Dərbəndə bir daha baxmağı, onu tədqiq etməyi çox istəyirdik və əlbəttə adamın ilk dəfə gördüyü şey sonra gördüklərindən daha maraqlı olur. 19-cu fəsil Olqa Nestirsova. Səhər açılan kimi biz ayağa qalxdıq. Dərbənd qubernatorunun yataqlarından, yorğan döşəyindən narazılıq etməyəcəyik və qeyd edək ki, yola çıxandan bəri 3-cü dəfə idi ki, biz Dərbənddə döşəyə oxşayan bir şeyin üstündə yatırdıq. Yorğana oxşayan bir şeyi də üstümüzə örtürdük. Hələ biz oyanmamış, Rus qonaqpərvərliyi öz işini görmüşdü. Bəlkə də atları axşamdan qoşulan fayton bizi qapıda gözləyirdi. Nə qədər təkrarlasaq yenə də azdır. Odur ki, təkrarən demək lazımdır ki, heç bir xalq qonaqpərvərliyi ruslar kimi bütün incəliklərinə qədər bilməz. Dərbənd şəhərini də latın kilsələri kimi iki böyük, xaç şəkilli küçə kəsir. Biri uzununa, o birisi isə eninə. Uzununa gedən əsas, baş küçə dəniz tərəfdən başlayaraq şəhərin farslar və azərbaycanlılar yaşayan hissəsinə doğru gedir. Bazara çatanda isə qurtarır. Onun yuxarıya qalxmasına ərazinin coğrafi quruluşu mane olur. Köndələn küçə isə cənub qapısından şimal qapısına yaxud başqa cür desək, şir qapısından fəvvarə qapısına tərəf gedir. Aşağı enən küçənin hər iki tərəfində bir-birinin ardınca qalayçı və dəmirçi dükanları düzülmüşdür. Bu dükanların hamısının ortasında bir yuva qazılmışdır ki, bu yuvada da öz cinsinin xasiyyətinə uyğun şəkildə hərəkətsiz və məğrur görkəmli şahin durur. İstirahət və bayram günlərində qalayçı və dəmirçilər böyük əyanlar kimi zövq almaq xatirinə həmin bu şahinlə kəklik və başqa kiçik quşları ovlamağa çıxırlar. Bazara baş çəkəndən sonra məscidə getdik. Molla bizi qəbul etmək üçün hazır dayanmışdı. İçəri girəndə istədim ki, şərq adətinə uyğun olaraq ayaqqabılarımı çıxardım. Ancaq molla buna qətiyyən razı olmadı. O, müqəddəs xalçaların qırağını qaldırıb qatlamaqla kifayətləndi və bizi torpaq döşəməklə irəliləməyə, məscidə girməyə dəvət etdi. Məsciddən çıxarkən baş daşlarını xatırladan sütunun üzərində kitabələrə oxşar bir yazı diqqətimi cəlb etdi və bunun nə demək olduğunu soruşdum. Mənə elə gəlirdi ki, bu nəsə bir əfsanə ilə bağlı idi. Səhv etməmişdim, yaxud düzünə qalsa səhv etmişdim. Bu əfsanə yox, həqiqətən həyatda olmuş bir əhvalatla bağlı idi. 130 il bundan əvvəl Nadir Şahın hakimiyyəti zamanı İran şəhəri kimi tanınan Dərbənddə şəhərin əhalisi çox mülayim və sakit olan hakimə qarşı üsyan edir və onu şəhərdən qovub çıxarırlar. Nadir Şah Asiyanın hakimi öz qapılarını Avropanın üzünə bağlayacaq adam deyildi. O, bu sakit, rəhimli hakimin yerinə yaxın adamlarından ən qəddar, ən zalım olan birini göndərir və nəyin bahasına olursa olsun şəhəri ələ keçirməyi və üsyan edənləri cəzalandırmağı onun öhdəsinə buraxır. Yeni təyin olunmuş xan Dərbəndə yola düşür. Qapıları qırıb şəhəri yenidən ələ keçirir. Hakimiyyətə başladığı günün sabahsı xan bütün möminlərə, dindarlara məscidə gəlməyə əmr edir. Xoş niyyətli, xeyirxah müsəlmanlar hamısı oraya gəlirlər. Qara fikirlilər isə evlərindən bayıra çıxmırlar. Xan əmr edir ki, onun əmri ilə məscidə gələnlərin hamısının bir gözü, evlərində qalıb məscidə gəlməyənlərin isə hər iki gözü çıxarılsın.
Bütün korların və taygözlərin gözlərini bir yerə yığıb çəkirlər. İran çəki vahidi ilə bu çıxarılmış gözlərin ağırlığı 7 batman, Rus çəki vahidi ilə 3 put yarım, Fransız çəki vahidi ilə isə 110 funt olur. Bütün bu gözlər qapının girəcəyində iki çinarın arasındakı sütunun altına bastırılır. Mən Şəhrizad nağıllarına oxşayan bu əhvalatı maraqla dinlədiyim bir vaxtda 20 nəfər farsın dəstə ilə mənə tərəf gəldiyini gördüm. Bir nəfər də onların qabağında gəlirdi və görünür o bunların başçısı idi. Heç vaxt ağlıma gəlməzdi ki, onların axtardıqları adam mən olaram. Ancaq bir an keçməmiş bu haqda bütün şübhələrim alt-üst oldu. Onların axtardıqları elə mən özüm idim. Bu nə deməkdir, hörmətli knyaz? Mən Bagrationdan soruşdum. Deyəsən o mənə cavab verdi. Bunlar xüsusi nümayəndələrdir. Əminsinizmi ki, onlar mənim gözümü çıxartmayacaqlar? Mən korlar ölkəsinin padşahı olmaq istəmirəm. Mən belə şeylərdən qorxmanız üçün bir səbəb görmürəm. Ancaq yenə də burada sizi müdafiə etməyə hazırıq. Yerli dağlılar alayının fəxri üzvünün gözlərini elə belə heç bir günahı olmadan çıxartmazlar. Hər halda mən bu nümayəndələrin başçısını tanıyıram. O çox igid adamdır. Vaxtilə şəhər qapılarının açarını Rusiya imperatoruna təqdim edən adamın oğludur. Adı da Kavus bəy Əli Bentdir. Mən ondan bu saat nə istədiyini soruşaram. O, Kavus bəy Əli bəynin qarşısına çıxaraq nə istədiyini soruşdu. Çox sadə bir şeydir, qayıdaraq mənə dedi. Rus dilində yaxşı danışan bu qoçaq sizin rus dilinə tərcümə olunmuş əsərlərinizi oxumuş və onları öz yoldaşlarına danışmışdır. Özün yaxşı bilirsən ki, farsların çoxu nağılbazdırlar və sizin gördüyünüz bu adamlar muşkiçorların, Kraliça Margonun və Monte Cristo'nun pərəstişkarlarıdırlar. Qulaq asın, əziz knyaz dedim. Mən Parisdən Dərbəndə bu adamlara özümü göstərmək üçünmü gəlmişəm? Mən sizə dediyimi dedim, doğru sözümdür. Buna şübhəniz olmasın. Siz onları çətin vəziyyətdə qoya bilərsiniz. Bax, gəlib çatdılar. Ciddi görkəm alın və qulaq asın. Həqiqətən nümayəndə heyətinin başçısı mənə yaxınlaşdı. Əlini ürəyinin üstünə qoydu və rusca sözə başladı. Məşhur səyyah. Bu başlanğıc sözlərini mənə tərcümə etdilər. Mən çox ciddi bir görkəmlə, bacardığım qədər hörmətlə başımı aşağı əydim. Kavus bəy sözünə davam etdi. Məşhur səyyah. Rus dilinə tərcümə edilən əsərlərinizə görə adınız bizə yaxşı məlumdur. Çoxdandır qəzetlər bizim şəhərə təşrif gətirəcəyinizi xəbər verirdilər. Nə vaxtdır ki, bunu gözləyirdik. İndi isə sizi görürük və bunun üçün çox xoşbəxtlik. Əlahəzrət, icazə verin Dərbəndin Fars əhalisinin sizə qarşı sevgi və minnətdarlığını çatdıraq və bu şəhərin heç bir sakini sizin gəlişinizi unutmayacağı kimi, sizin də şəhərimizi unutmayacağınıza ümid edək. Mən təzim etdim. Bütün ömrü boyu həmin natiqə dedim. Sədinin sənət yoldaşı olmaq arzusunda olan, heç vaxt ona rəqib olmaq niyyətində olmayan bir adamın çox səmimi arzularını lütfən qəbul edin. Knyaz onun sözlərini mənə tərcümə etdiyi kimi, mənim də dediklərimi ona tərcümə etdi. O, bunların hamısını bütün yoldaşlarına təkrar bildirdi və görünür, onlar da deyilənlərdən razı qaldılar. İndi isə Knyaz mənə dedi, sizin həmin o natiqi nahara dəvət etməyiniz pis olmazdı. Bu zarafatın bu qədər uzun çəkməsi sizcə bəs olmaz? İnandırıram ki, bu heç də zarafat deyildir. Bəs siz onu hara dəvət etməyimi istəyirsiniz? Paris kafesinə? Xeyr, öz evinizə. Axı, mən öz evimdə deyiləm hal-hazırda. Dərbənd qubernatoru general Asiyevin evindəyəm. Siz öz evinizdəsiniz. Qulaq asın və dediklərimi yadınızda saxlayın. Qafqazda və Qafqazın hər bir yerində hara olursa olsun, qarşınıza çıxan hər hansı bir evə daxil olub desəniz ki, əcnəbiyəm və məni qonaq kimi qəbul etməyinizi xahiş edirəm, bu iltifatı göstərdiyiniz adam evindən çıxıb evini sizə verər. Özü isə arvad uşağını götürüb ən kiçik otaqlardan birinə çəkilər. Həm də nəyiniz çatmırsa, yerin dibindən də olsa tapıb gətirər. Qulluğunuzda durar, sizi heç nədən korluq çəkməyə qoymaz. Bir həftə, 15 gün, bir ay onun evində qalandan sonra nə vaxt getmək istəsəniz, yəni onun evini tərk edəndə astanaya çıxıb sizi gözləyəcək və deyəcəkdir. Mənə göstərdiyiniz bu şərəfi heç olmazsa bircə gündə uzadın, sabah gedərsiniz. Elədirsə, onu mənim adımdan siz dəvət edin, ancaq bir şərtlə. Hansı şərtlə? Bir şərtlə ki, o fars dilində edəcəyi nitqin mətnini mənə versin. Mən onu çərçivələtmək istəyirəm. Bu onun üçün böyük şərəfdir. O nahara gələndə istədiyinizi də gətirər. Və knyaz mənim dəvətimi Kavus bəy Əli bəyinə çatdırdı və o da mənə söz verdi ki, nahara gələndə öz nitqinin mətnini gətirəcəkdir. Bu söhbət əsnasında 4
at gətirdilər. Bu nə deməkdir? Bagrationdan soruşdum. Yoxsa bu atlar da müstəsna olaraq dahi atlardır, yoxsa onlar da mənim əsərlərimi oxuyublar? Xeyr, bu 4 atla biz qalaya qalxacağıq. Oraya arabada qalxmaq olmaz. Məgər biz qalaya piyada qalxa bilmərik? Əgər ayaqqabılarınızı və üstəlik də corablarınızı palçığa batırmaq fikriniz varsa, bəli. Yox, əgər siz özünüzü nəzakət qaydaları çərçivəsində bu saat nahar etmək üçün səbirsizliklə yolunuzu gözləyən qala qubernatoruna, onun xanımına və qızına təqdim etmək istəyirsinizsə, zəhmət olmasa atın belinə qalxın. Necə? Qubernator məni nahara gözləyir? Bəli, o mənə bu barədə bir neçə dəfə eşitdirib. Yox, əgər belə şeylər sizi darıxdırsa, öz işinizdir, təklifi rədd edə bilərsiniz. Mən belə düşünməzdim. Əminsinizmi ki, orada məni deyilənlərə görə bu şəhərin əsasını qoymuş Böyük İskəndərin varisi kimi qəbul etməyəcəklər? Bundan da artıq, onlar sizi Böyük İskəndərin özü Arbelin qalibi hesab edəcəklər. Bu da Busifal, minin. Mən Busifalın tərkinə qalxdım və Bagrationdan dəstənin qabağına düşməyi xahiş etdim. Özüm isə onun ardınca gedirdim. Biz qalaya çatdıq. Düşünmək olardı ki, ləyaqətli polkovnik bizim hərəkətlərimizi binoklə izləyirmiş. O öz adjutantı ilə birlikdə qapının ağzında məni gözləyirdi. İlk olaraq xoş sözlərlə bir-birimizi salamladıqdan sonra mən geri şəhərə qayıtmaq üçün ondan icazə istədim. Buradan belə bir hündürlükdən baxanda şəhər tamam başqa cür görünür. Mən isə ona bir gün əvvəl başqa nöqtədən baxmışdım. Sən demə, Dərbənd dağın zirvəsinə doğru uzanırmış. 1 kilometr eninə və 3 kilometr uzunluğuna məsafədə dənizə tərəf enirmiş. Biz isə ona aşağıdan durub baxmış, kəsilmiş küçələri və evlərin örtüklərini görmüşdük. Daha sonra isə şəhərə bütövlükdə baxanda yalnız 2 yaşıllıq zolağına diqqət yetirmişdik. Bu 2 yaşıllıq zolağından biri cəmaatın istirahət yeri olan ictimai bağ, o biri isə kölgəsində Dərbənd əhalisinin gözləri bastırılmış qoşa çınar ağacları idi. Moyni şəhərin çox kiçik bir eskizini çəkmişdi və fikrində tutmuşdu ki, onu sonra 10 dəfə böyütsün. Mən gözlərim qarşısındakı canlanan bu mənzərədən daha əzəmətli, daha təsirli bir şey çox az hallarda görmüşəm. Bagration işarə ilə başa saldı ki, nahar üçün qoyulmuş xörəklər soyuya bilər və onun fikrincə içəri keçmək yerinə düşərdi. Biz gözləmə otağında çox gözəl bir ailə gördük. Hamı intizarla bizi gözləyirdi. Komendantın arvadı, qızı, bacısı, bir sözlə hamı fransızca danışırdı. Xəzər dənizinin sahilində bunun nə demək olduğunu başa düşürsünüzmü? Bu möcüzə idi. Yemək vaxtı şəhərin komendantı söylədi ki, Bestujev Marlenski Sibir sürgünündən qayıdandan sonra həmin bu qalada yatmışdır. Bəs bilirsinizmi, qubernatorun arvadı əlavə etdi. Olga Nestirsova buradan 500 addım aralıda bastırılmışdır. Xeyr, cavab verdim, xəbərim yoxdur. Ancaq Bestujevin kim olduğunu çox gözəl bilirəm. Bestujev Marlenski Peterburq qalasında Pestel, Kakovski, Rılyev və Muravyovla birlikdə 14 dekabr sui-qəsdində asılmış Bestujevin qardaşıdır. Qardaşı kimi dekabrist olan Bestujev Marlenski də ölümə məhkum edilmişdi. Ancaq imperator Nikolay onu əfv etmiş, Sibir mədənlərinə göndərmişdi. 2 il sonra ona İran müharibəsində əskər kimi vuruşmağa icazə verilmiş və o bu qalada xidmət etmişdi. Mən Nijni Novgorodda olarkən Annikov və xanımı ilə onun haqqında söhbət etmişdim. Mənim qılınc oynatma ustası romanımın hər iki qəhrəmanı dekabr sui-qəsdindən sonra Sibirə sürgün olunurlar və sonradan yenidən Rusiyaya qayıdırlar. Qrafın arvadı, bizim həmvətənimiz Polqa Ksavye Bestujevanın ərinin öz qandallarından döyüb hazırladığı qolbağı və xaçı mənə göstərmişdi. Mahir, bacarıqlı ustanın əlində 2 əsl inciyə çevrilən adi zəncir halqası, bu 2 İnci əsl poeziya nümunəsi idi. Deməli, mən Bestujev Marlenskini dekabrist, sürgün olunmuş adam, zərgər, şair və romançı kimi tanıyırdım. Ancaq bir daha xatırladıram, bütün bu məlumatlardan əlavə mən Olga Nestirsovanın kim olduğu barədə heç nə bilmirdim. Mən bu əhvalatı təfsilatı ilə danışmağı rica etdim. Biz əvvəlcə sizə qəbri göstərərik, qubernatorun arvadı mənə dedi. Sonra isə onun tarixçəsini, başına gələn hadisəni danışarıq. Bu sözlərdən sonra mən tələsirdim ki, nahar tez qurtarsın. Mən dadlı yeməkləri xoşlayıram, ancaq yaxşı əhvalatları daha çox sevirəm. Və əgər Skarronun vaxtında yaşasaydım, onun verdiyi naharlarda can başla iştirak edərdim. Ən çox sevdiyim yemək isə qubernatorun xanımının gətirdiyi qızartma olardı. Nahar qurtardı. Xanımlar bizi xristian qəbirstanlığına qədər müşayiət etmək istədilər.
Qaladan çıxmaq üçün təxminən 100 addıma qədər yol getdik və bir tərəfi çox böyük uçurum olan, o biri tərəfi isə dağın döşünə söykənən bir düzənliyə çıxdıq. Qalanın divarları ikinci tərəfdən güllələrdən deşik-deşik olmuşdu. 1831-ci ildə Qazı Mollanın mühasirəyə aldığı qala müqavimət göstərərək dayanmış, ancaq qonşu qülləni ələ keçirən dağlılar tərəfindən güclü dağıntıya məruz qalmışdı. Hazırda qüllə dağıdılmış, yerlə yeksan edilmişdi. Ona görə belə etmişlər ki, buna bənzər hadisə bir daha təkrarlanmasın. Ancaq məni maraqlandıran Olqa Nestersovanın qəbri idi. Biz dağlılara tərəf açılan qapıdan çıxıb sola dönəndən sonra haqqında söhbət gedən qəbrə tərəf yolumuzu davam etdik. Bu qala özündən sonraki qalanı üçüncü bir qala ilə birləşdirən müdafiə sisteminin bir hissəsini təşkil edirdi və bundan əlavə onun özü də nəhəng divara bitişik idi. Bu nəhəng divarı Çin səddinin rəqibi hesab etmək olardı və tarixçilərin dediklərinə görə Dərbənddən Tamana qədər bütün Qafqazı keçib gedir, Avropa ilə Asiyanı bir-birindən ayırırdı. Xəzərin sahili boyunca salınmış kiçik qəbristanlıqdan biraz aralıda çox sadə formalı bir qəbir ucalır. Qəbir daşının bir tərəfində belə bir yazı vardı. Olqa Nestersova burada uyuyur. O 1814-cü ildə anadan olmuş, 1833-cü ildə vəfat etmişdir. Baş daşının o biri üzündə isə bir qızıl gül təsviri həkk edilmişdi. Sanki ildırım bu qızıl gülü qırıb dağıtmış, yarpaqlarını tökmüşdü. Aşağıda isə rus dilində sudba, yəni taley sözü yazılmışdı. Bu bədbəxt qızın macərası, yaxud başqa cür demiş olsaq, cəmaatın danışdığı əhvalat isə belədir. Olqa Bestujevin evində qulluqçu işləyirdi və onun sevgilisi idi. Onlar bir ilə yaxın idi ki, xoşbəxt yaşayırdılar. Heç kim onların arasını vura bilmirdi. Günlərin bir günü Bestujev ilə ona qonaq olan üç dostu yeyib içəndən sonra gecədən xeyli keçənə qədər söhbət edirlər və nəhayət söhbət gəlib bədbəxt Olqaya çıxır. Mən ona çox inanıram deyə Bestujev onun sədaqətli olmasından ağız dolusu danışır. Qonaqlardan biri mərc gəlir ki, Bestujevin haqqında belə fəxrlə danışdığı cavan qızın sədaqətini gözdən salar, yəni qızı yoldan çıxara bilər. Bestujev mərci qəbul edir. Deyilənlərə görə Olqa ram olur. Bu vəfasızlıq barədə isə Bestujevə dəlillər təqdim edirlər. Ertəsi gün gənc qız şairin otağına daxil olur. Orada nə söhbət getdiyini heç kim bilmir. Əvvəlcə güllə, sonra isə qışqırıq səsi eşidilir. Daha sonra isə Bestujevin rəngi ruhu qaçmış, özünü itirmiş halda otaqdan çıxdığını görürlər. Camaat onun otağına girir. Olqa qanına qəltan olmuş, son nəfəsində döşəməyə uzanmışdı. Güllə onun sinəsini dəlib keçmişdi. Gülləsi boşalmış tapanca qızın yanında idi. Ölməkdə olan qız hələ danışa bilirmiş. O bir nəfəri keşişin dalınca göndərir. 2 saatdan sonra o keçinir. Keşiş and içib təsdiq edir ki, Olqa Nestersova ona demişdir ki, Bestujevin əlindən tapancanı almaq istəyərkən təsadüfən güllə açılmış və bu bədbəxt hadisə baş vermişdir. O bu təsadüfi qətlə görə Bestujevi bağışlamışdır. Bestujevə qarşı cinayət işi qaldırırlar, lakin keşişin şahidliyi ilə o bəraət qazanır. Olqanın qəbrini Bestujev özü hazırladır. Onun üzərindəki yazını bu bədbəxt qızın rəmzinə çevrilmiş gülü ildırım vurmuş kimi həkk elətdirir. Ancaq həmin andan etibarən Bestujev əvvəlki adam olmur, bədbinliyə qapılır, daim təhlükə və ölümə can atır. O, bütün döyüşlərdə könüllü iştirak edir və çox qəribədir ki, həmişə ön sıralarda vuruşur. O dalovun içindən hamıdan axırda çıxır və heç bir yara almadan, burnu belə qanamadan sağ-salamat qayıdıb gəlir. Nəhayət 1838-ci ildə ruslar abazixlərə qarşı hərbi əməliyyat keçirirlər və Adler şəhəri üzərinə yürüş edirlər. Meşəyə daxil olarkən oranın dağlılar tərəfindən tutulduğu və dağlıların ruslardan sayca 3 dəfədən də artıq olduğu barədə əvvəlcədən məlumat alırlar. Bundan əlavə dağlılar mövqe üstünlüyünə də malik idilər, çünki onlar meşədə səngərlər qazmışdılar. Komandanlıq geri çəkilmək üçün şeypurun səsləndirilməsini əmr edir. Şeypur çalınır. Bestujev Albrant adlı başqa bir yüzbaşı ilə atıcı briqadasına komandanlıq edirdi. Hər ikisi şeypurun səsini eşidib əmrə tabe olmaq əvəzinə dağlıların ardınca meşəyə soxulurlar. Yüzbaşı qayıdır, ancaq Bestujev görünmür ki, görünmür. Mənə bu məlumatları dəqiqliyi ilə verən Knyaz Tarxanov yüzbaşı Albrantla birlikdə 50 nəfər minqrelli nişançını Bestujevi axtarıb tapmaq üçün meşəyə göndərir. Yüzbaşı Albrant və yanındakı 50 nişançı Bestujevi axtardıqları vaxt General Espexoya bir saat verirlər. Saatı hamı tanıyır. Bu məşhur romançının saatı idi.
Tapılan elə bu olur. Özü isə necə ölür, nə təhər olur, heç kim bir xəbər ətər tuta bilmir. Mən Baqrationa 4 misralıq bir şeir verdim və özüm də xahiş etdim ki, mənim Dərbəndə gəlişimin xatirəsi kimi bədbəxt Olqa Nestersovanın qəbrinin sinə daşının aşağısına həkk elətdirsin. Həmin şeir bax belədir. O 20 yaşlı sevən gözəli budaqdan qoparmaq çox asan idi. İnsan udan torpaq sıxma o gülü. O zərif, çox qəşəng bir insan idi. 20-ci fəsil. Qafqazın nəhəng qala divarları. Mən bizim bu qranit divar boyunca davam edən səyahətimizi qələmə almaq istəyirdim ki, birdən Nuxada Knyaz Tarxanovun evində olarkən onun mənə Bestujevin öz dəst xətti ilə yazdığı bir əsərini verdiyini və həmin əsərdə o mənim gəlişimdən düz 20 il əvvəl Bestujevin etdiyi səyahətin bütün təfsilatı ilə yazıldığını xatırladım. Bundan əvvəlki fəsildə romançı şair, sui-qəsdçi, sürgün olunan, yəni oxucuların onu yaxından tanıması üçün söylədiyim hər şey yəqin ki, ona qarşı oxuculardan maraq yaradıb. Buna görə də mən öz yazdığımın əvəzinə onun hekayətini olduğu kimi təqdim edirəm. Bu insan Qafqazda mənim kimi 3 ay yox, 5 il yaşamışdır. Bu cəsur zabitin yazdıqları budur, oxuyun. Dağıstan. Mənim əziz polkovnikim. Bax, elə bu saat Dərbənd qalasını gəzib təzəcə qayıtmışam və hələ çəkmələrimi çıxarmamış, elə at belindəcə sizə məktub yazıram. Mən indicə qədim dünyanı görünməyən bu dünyadan, yəni Avropadan ayıran bu böyük divarın qalıqlarını gördüm. O farslar, bəlkə də Midiyalılar tərəfindən onları biz barbarların basqınından qorumaq məqsədi ilə inşa edilmişdir. Barbarlar biz idik, mənim əziz polkovnikim. Üzr istəyirəm, bağışlayın. Sizin ulu babalarınız, Gürcü knyazları mədəni dünyanın əsas hissəsini təşkil edirdilər. Düşüncələr və hadisələr nə qədər dəyişilmiş və bir-birini əvəz etmişdir. Əgər köhnə əlyazmaların toz torpağını ciyərlərinizə çəkməyə, bir yığın atılmış kitabla əlləşməyə həvəsiniz varsa, bunu etməyin. Mən sizə Azərbaycan dilini öyrənməyə məsləhət görürəm. Lap yadımdan çıxmışdı. Axı siz o dildə öz ana dilinizdəki kimi gözəl danışırsınız. O halda sizdən Dərbəndnaməni oxumağı, qədim latın dilini xatırlamağı xahiş edirəm. Siseronun istifadə etdiyi latın dilini yox, o lazım deyil. Başqa sözlə desək, Siserondan sonra işlənən latın dilini deyirəm. O dilə qədim latın dili deyirlər. Həmin bu latın dili müttəhim Verresin və müdafiəçi Milonun dilidir. Bu dil həmişə cavan və təmizdir və siz öz qədim latın dilinizi xatırlasanız, Bayer'in De Mura Kaukaiso əsərini oxumağı, rimelini biraz vərəqləməyi məsləhət görərdim. George'u yox, onu qətiyyən bura qarışdırmayın. Ancaq onun qardaşı oğlu Samuel Teofili. Hə, bu adam Qırğız xanı tərəfindən həbs ediləndən sonra Qafqaza sanki ölməyə gəlmişdi. Onun xəstəliyi bir nəfər Prusiyalının Fransanın Şampan əyalətinə gəlib həddindən artıq üzüm yeyib tutulduğu xəstəlikdən idi. Mən sizə həmişə məsləhət görürəm ki, Klaprotun Qafqaz və bu divarlar haqqında heç nə yazmadığına təəssüflənəsiniz. Cəngavər Qamba isə bu barədə boş-boş mənasız şeylər yazmışdır. Nəhayət 10-12-yə qədər, necə deyərlər, bir düjün müəllifin yazdığını bir-biri ilə müqayisə eləyin, tutuşturun. Hə, mən onların çoxlarını unutmuşam, bəlkə də heç tanımıram. Yadımdan çıxıb. Amma onlar Qafqaz divarlarını görmüşlər və ondan bəhs etmişlər. Sonra siz daha etibarlı dəlillərə, mənbələrə istinad edərək aşağıdakıları etiraf edəcəksiniz. 1. Bu divarın tikildiyi dövr sizə qətiyyən məlum deyildir. 2. Bu divarı ya İsfəndiyar, yaxud İskəndər, hər ikisi Makedoniyalı Böyük İskəndər deməkdir. Ya Xosrov, ya da Nüşravan tikdirmişdir. Və bütün bu yerli yataqlı dediklərimizə bildiklərinizi də əlavə etsək, hər şey tutulmuş günəş kimi aydın olar. Ancaq sübuta ehtiyacı olmayan yalnız bir şey qalır. O da bu həqiqətdir ki, bu divar Xəzər dənizindən başlayır və Pont Evksində qurtarır. Məsələ belədir, mənim əziz polkovnikim. Ancaq qorxuram ki, bu məsələ mənim, sizin və arxeoloqların, bütün alimlərin və sabaha ümidini itirənlərin günahı ucbatından elə-belə də qalsın. Dəqiq göz qabağında olan və şübhə doğurmayan həqiqət bundan ibarətdir ki, bu divar var, mövcuddur. Ancaq bu divarın bünövrəsini qoyanlar, onun layihəsini çəkənlər, tikənlər bugün baş daşı yerə yeksan olan qəbirlərdə yatırlar. Hətta heç kimi narahat etmirlər və onları heç düşünən də yoxdur. Mən nə onların ruhunu, nə də sizin istirahətinizi pozmaq arzusunda deyiləm. Yəni, sizi boş bardaq dalınca antik, əlçatmaz, ün yetməz bir aləmə də göndərməyəcəyəm.
Xeyr, mən yalnız sizi iyun ayının gözəl bir səhər çağında Qafqazın çox müqəddəs, pak divarının qalıqlarını görmək, onlara diqqətlə baxmaq məqsədi ilə gəzintiyə dəvət edirəm. Qılıncınızı qurşağınıza taxın, böyük Azərbaycanlı tüfənginizi çiyninizə atın, bir dəfə hım eləyin, atın yəhərinə qalxın, qamçınızı göyə qaldıraraq dağlara tərəf yollanın. Bugün Dərbəndin tənəkədən olan dəmir qapıları günorta üstü bizə və dənizə sarı açılır və şəhərdən çıxırıq. Bu gözəl səyahətdə sizdən başqa Dərbəndin komendantı, mənim əziz polkovnikim mayor Kristnikov da bizimlədir. Bir yoldaşımız da Kurinski alayının kapitanıdır. Heç bilirsiniz, Böyük Pyotrdan bəri ruslar dünyanın 8-ci möcüzəsi adlandırılan Qafqaz divarlarını neçə dəfə gəzib dolaşıblar? Cəmsi 3 dəfə. Birinci dəfə gəzən Böyük Pyotr özü olub, 1722-ci il. İkinci dəfə polkovnik Verxovski olmuşdur. O, Amalat bəyin əli ilə xaincəsinə qətlə yetirilmişdir, 1819-cu il. Üçüncüsü isə bizik, 1832-ci il. Bəlkə fikirləşəcəksiniz ki, səyahət çətindir, uzaqdır, təhlükəlidir, hə? Heç də belə deyildir, mənim əziz polkovnikim. Dincələcəyinizə zəmanət verə bilərik. Söhbət ondan gedir ki, 10 nəfərə qədər silahlı Azərbaycanlı götürün, ayağınızı sol tərəfdən atın üzəngisinə qoyun, sağ ayağınızı yəhərin üstündən aşırın. Siz bu dediklərimi kalmıklar kimi sağdan sola da eləyə bilərsiniz və bizim kimi yola düşün. Duman tül duvaq kimi hər tərəfi bürməsinə baxmayaraq, səhər hava çox gözəl idi. Bununla belə hiss olunurdu ki, tezliklə bu duman çəkiləcək, çünki günəşin ilıq şüası artıq üzümüzü isidirdi. Yol yenə öz tərsliyindən qalmırdı. Gah dağa dırmanır, gah da torpağın dərin, çala-çuxur qatlarına baş vurur və beləliklə Qafqazın qayalı köksündə dərin qırışlar açırdı. Başlarındakı böyük, gözlərinin üstünə qədər düşən yekə papaqları, qızıl və gümüş kimi par-par parıldayan silahları, yaraşıqlı dağ atları Azərbaycanlılara xüsusi gözəllik verirdi. Başımızın üstündəki qayalar, ayaqlarımızın altındakı dəniz, bütün bunlar o qədər yeni, təbii, gözəl və qəlb oxşayan idi ki, gördüklərinə heyran olmaq yaxud təəccüblə seyr etmək üçün hər addımda ayaq saxlamaq lazım gəlirdi. Komendant külli ixtiyar sahibi kimi hər şeydən əvvəl ətrafındakı görməli yerlərə baş çəkmək istəyirdi. Biz isə öz axtarışlarımıza Dərbənddən 5 vers aralıdan Kogi Kaf adlı bir uçurumun dibindən, yəni ruhların yaşadığı bir aləmdən, başqa cür desək, divlərin, nəhənglərin mağarasından başladıq. Daşkəsən kəndinin yaxınlığında dağlardan axan sular birləşmiş, özlərinə istədikləri kimi yol açmışlar. Suların açdığı bu yolun lap dibində kiçik bir çay var ki, yerli dağlıların təsəvvürlərinə görə divlərin, Bibliyada təsvir olunan varlıqların, mələklərin, insanların yaşadıkları bir mağaraya axıb tökülür. Yadınızda qalsın, mən qadınlar yox, mələklər dedim. Şərqdə Allahların mənşəyindən bəhs edən ilahiyyat elmində mələklərin yaşadıkları bu dövrü zaman kimi qələmə vermişlər. Məhz buna görə həmin yer dəyişməni kəşf edən şairlər demişlər ki, əvvəllər qadınlar elə mələklər olmuşlar. Məhəmməd Peyğəmbər bu etiqadı rədd etmiş və bununla yanaşı özü də oxşar fikir kəşf etmişdir. O, öz cənnətində həmişə bakirə, təmiz, toxunulmamış, çəhrayı, mavi və göy rəngli hurilər təsvir etmiş və onların rəngi və zövqü barədə mübahisənin qadağan olunduğunu da zərb məsəl kimi bu həqiqətin işığında söyləmişdir. Bu əfsanələr toplusundan anlaşılmaz fikirlərdən Hind və Fars poeziyası neçə-neçə mələklər sarayı qurub yaratmışdır. Reallığın vurub əzdiyi, əfsanələr sarıdan yoxsul, insanın sabahına heç bir ümid yeri qoymayan şərq poeziyası ağla sığmayan dipsiz bir uçuruma yuvarlanmışdır. Bir qanadının ucu cəhənnəmdə olan, o biri qanadı isə göyə dəyən Miltonun şeytanı kimi cəhənnəmi və cənnəti yer üzündə birləşdirmiş və öz gözəl, insanı heyrətə gətirən varlıqlarını ilahi səmavi mənşələrinə görə bu məkanda yerləşdirmiş və bir-birinə təslim etmişdir. Biz şimal və qərb adamları ərəb poeziyasının bu gözəlliyinə qiymət verə bilmərik. Bu şeirlərdə sadəlik uşaq sadəliyi səviyyəsinə enir, məhəbbət nifrətə çevrilir, kin, hikkə və vəhşilik həddinə çatır. Və bütün bunlar məsələnin taleyini həll edir. Buna baxmayaraq hər şey pak bir hava ilə nəfəs alır. Bunun səbəbi nədir? Məsələ burasındadır ki, biz Terekin çınqıl daşları kimi əsrlərin, qərinələrin axarında aşınmış və hamarlanmışıq. Şərq şeirinin nə formasında, nə də ruhunda belə bir aşınma yoxdur.
Biz vurğunu olduğumuz məntiqpərəstlik, riyazi dəqiqlik sayəsində fars və hind şeirinin ecazkar aləmini dərk edə bilmərik. Şimalda cadugərlər, pərilər, küpəgirən qarılar, cəngavərlər, divlər, müasir nağılçıların əli ilə bəşəri varlıqlar kimi maraqlı karikaturalara çevrilmişlər. Bizdə möcüzələrə inam qalmayıb. Sehirli nağıllarda başqa bir dövrün, zamanın, nə bilim, qərinənin ölü meyitindən savayı bir şey görmürük. Onun gözəlliklərinin təhlili bizim üçün anatomiyanın təhlilindən ibarətdir. Bütün bu dediklərimizə onu əlavə etmək olar ki, bizim hələ tam məhv olmamış təsəvvürlərimiz özünü aldatmağa cəhd edir və bütün sarayın nöqsanını onun xarabalıqlarında axtarır. Bütün bunlar mənim də başıma gəlib və buna görə sizə danışıram. Yoldaşlarımdan geri qalanda mən atdan düşür, atın yedəyindən yapışıb sıldırım qayalıqlardan enirdim. Şərq şairlərinin ilham mənbəyi olan bütün gözəlliklərin ətrafımda olduğuna inana bilmirdim. Mən onların Sankt-Peterburq baletlərində gördüyüm parlaq, lələkli ipək paltarlı rəqqasələrdən ilham aldıqlarını güman edirdim. Bu zaman bir qartal başımın üstündə böyük bir dövrə vuraraq fırlanır, dağ çayı ayaqlarımın altında zümzümə edir və şərq tərəfdəki yarığa baxanda Xəzər dənizini görürdüm. Nəhayət, Qafqaz dağlarının başı qarla örtülmüş yaşıl çəmənlikləri və həmin bu çəmənliklərdəki alov rəngli nar çiçəkləri göz oxşayırdı. Bu, təxəyyülün çərçivəyə salınmış ən gözəl şəkli idi. Bələdçimiz yolu azmışdı. Bu Azərbaycanlılar əcdadlarının göz qabağında olan mirasına qarşı nə qədər etinasızdırlar. Nəhayət at belində kol-kosların ətrafına fırlanmaqdan təngə gəldik. Paltarlarımızın ətəklərini tikanlar cırıq-cırıq etmişdi. Ləzgi böyürtkənlərinin tikanlarına yalnız ləzgi mahodu tab gətirirdi. Biz atları buraxdıq və enişi piyada düşdük. Bu minvalla tezliklə uçurumun lap dibindəki kiçik çayın yatağına gəldik. Bu, divlərin mağarasına gedən yeganə yol idi. Başqa cür desək, vaxtilə, yəni keçmişdə farsların yürüşü zamanı burada öldürülən vəzirin qəbrinin üstünə gəlib çıxmışdıq. Əyilmiş ağac budaqlarının altında yosun basmış daşların üstü ilə addımlayırdıq ki, birdən mağaraya rast gəldik. Mağaranın qabağında çay enlənmişdi və dağın zirvəsindən düşən böyük bir qaya parçası gözətçi kimi sanki mağaranın girəcəyini qoruyurdu. Eni 15-17, hündürlüyü isə 18 addım olan mağaranın bu girişi tüstüdən qapqara qaralmışdı. Mağaranın içərisi geniş idi. Bayır tərəfindən atlar üçün bir daldalanacaq qazıb düzəltmişdilər. Mağaranın döşəməsi sürsümüklə dolu idi. Görünür, bura quldurların və yırtıcı heyvanların sıxınacağına çevrilmişdi. Müşayiət dəstəmizdə olan Azərbaycanlılardan biri keçən il burada bir kaftarı vurub öldürdüyünü danışdı. Əslində divlər mağarası bizim təsəvvürümüzü alt-üst etdi. Burada cılız fanilər nəfəs almaqla çətinlik çəkirdilər. Hava çatışmır, adamın nəfəsi daralırdı. Mağaranın yeganə girişi ağaclardan sallanan üzüm kolu ilə örtülmüşdü ki, təbiətin bütün vəhşi gözəlliklərini özündə cəmləşdirən bu kol hələ uzaqdan səyyahların diqqətini cəlb edirdi. Beləliklə biz yolumuza davam etdik. Həmin bu divlər mağarasının və Çalqanlı kəndinin yaxınlığında Pirəmcəklər yerli cəmaatın müqəddəs məmələr adlandırdığı başqa bir mağara da vardır. Ancaq həmin mağaraya getmək üçün atlarımızdan düşməli, kollardan yapışa-yapışa piyada aşağı enməli olduq. Dərənin dibində bizə diametri 5-6 fut hündürlüyündə olan bir günbəz göstərdilər. Günbəzin tavanında qadın döşünə oxşar əhəngli ərp bağlamış gilələr sallanırdı. Bu gilələrin hər birinin ucundan su damlaları süzülürdü. Ətraf kəndlərin qadınları bu suyun şəfa verici gücünə inanır və onu çox müqəddəs sayırlar. Uşaq əmizdirən ananın döşünün südü quruyanda bir qoyunu qurban kəsib bu müqəddəs gilələrdən damcılayan suyu biraz torpaqla qarışdırıb hörrə halına salır və niyyət edib böyük inamla içir. Pirə inam o qədər güclüdür ki, uşağa süd verən ana tamamilə sağalmasa da özünü biraz yüngülləşmiş hiss edir. Məgər bu az şeydir? Biz özümüz də bu sudan içdik. Ancaq torpaq qatılmamış təmiz sudan. Sonra qayanın lap başına qalxıb, qərb tərəfdə biraz bundan əvvəl gördüyümüz bulağa tamaşa etməyə getdik. Bu bulaq yerdən qaynayırdı, mağaradakı kimi tavandan tökülüb axmırdı. Baxın, bu Urus bulağıdır, deyə bələdçimiz üzəngilərin üstündə qəddini düzəltdi və papağını başından götürdü. Bu bulaq həm böyük, sərkərdə, həm qüdrətli padşahlardan biri heç kimə nəsib olmayan, dediyim iki keyfiyyəti özündə birləşdirən bir adamın Pyotrun susuzluğunu yatırıbdır. Rus padşahı Dərbəndi alanda həmin bu bulaqdan su içmişdir.
Atlardan sıçrayıb düşdük və dərin hörmətlə çay kimi axıb gedən bu müqəddəs sudan qoşa ovucla içdik. Su aramsız olaraq bir yarıqdan çıxıb eyni yarığa da tökülürdü, ancaq bu 100 illər boyunca ondan içən bir nəfər də olsa əyilib onun aşağı axarına baxmamışdı və onun harada itib batdığını, haraya axıb töküldüyünü bilən yox idi. Biz yenidən bulaq qaynayan qayanın söykəndiyi Qafqaz dağlarına yaxınlaşdıq. Təbiətin bir zamanlar yaratdığı bu sənət əsərini, abidəni insanın yaratdığı bir işlə, əməllə müqayisə etmək özü çox qəribə idi. Təbiətin dağıdılmasına, məhv edilməsinə qarşı mübarizə göz qabağındadır və bəzən bu ilk baxışda ağıllı görünür. Fıstıq ağacının toxumu nə vaxtsa bir divarın çatına düşmüş, orada azacıq torpağa rast gəlmiş, cücəlmiş, böyüyüb bir ağac olmuş. Kökü ilə çıxdığı yeri parçalamış və divarı dağıtmış, açılmış yarıqları külək sovurmuş, yağış yumuşdur. Təkcə ürəyi yumuşaq sarmaşıqlar nəğmə kimi keçmişin bütün sınaqlarına dözərək dərdi səri içinə alıb saxlamışlar. Bəli, təkcə sarmaşıqlar daş divarın yanındakı xarabalıqlara düşən daşlara sarmaşıb qalmış, onlardan ayrılmamışlar. Qafqaz divarları sağda Narın qalanın cənubundan başlayır, uçurum qayaların, dağların üstü ilə arası kəsilmədən şərqdən qərbə doğru göz işlədikcə uzanır. Divar cinahlardan, yəni yanlardan bir-birindən qeyri-bərabər məsafədə yerləşən kiçik qalalarla qorunur. Bu kiçik qalalar ölçüsünə görə bir-birlərindən fərqlənir. Bunlar əsas nəzarət məntəqələri vəzifəsini yerinə yetirirlər. Burada silah, sursatı və ərzaq saxlanılır. Komandirlər bu qalalarda yaşayır və müharibə təhlükəsi yarandıqda məlumatı divarın üstündə yerləşən o biri qalaya çatdırırlar. Qoşunu yığıb hazır vəziyyətdə olurlar. Divarın Dərbənddən başlamasına baxmayaraq, Dərbəndin ərazisində eyni səviyyəsini, formasını saxlayır. Onun hündürlüyü ərazinin xüsusiyyətindən asılı olaraq dəyişir. Dik yerlərdə qalxır, çökək yerlərdə isə enir və hətta sərt enişlərdə adi pilləkən səviyyəsinə qədər aşağı enir. İçəridən, yəni üst çəkilmiş daşlarının arxa tərəfindən divar, əgər belə demək mümkünsə, hörrə şəkilli sementlə qarışdırılmış saxsı parçaları kiçik daşlarla doldurulmuşdur. Qalalar divarlardan təxminən bir arşın aralı tikilmişdir. Əslində bu Asiya üslubu ilə tikilən qalaların əsas fərqləndirici xüsusiyyətləridir. Bunu Qərbin gotik üslubda tikilmiş qalaları ilə müqayisə etsək, həmin qalaların divarlardan daha hündür olduğunu görərik. Qüllələr tamamilə boşdur və demək olar ki, hamısı nişançılar tərəfindən xaincəsinə uçurulmuşdur. Bu divarın tarixinin qədimliyini sübut edən digər maraqlı cəhət də vaxtilə fironların piramidalarında Duponun diqqətini çəkən xüsusiyyətidir. Bu isə divarda qübbələrin tam şəkildə olmamasıdır. Mən atdan düşüb həmin qalaların hamısının altından keçən bulaqlara və su anbarlarına aparan yollara baxdım. Heç bir yerdə yeraltı qübbə görmədim. Mənim qənaətimə görə bu nəhəng əsəri yaradanlar qübbəli qəsr barədə xəbərsiz imişlər. Doğrudur, Dərbənd qapılarında qübbələrə rast gəlirik, ancaq ehtimala görə Dərbənd qapıları Xosrova məxsusdur. Buna baxmayaraq, mənə elə gəlir ki, divar daha qədim dövrün 6-cı əsrin məhsuludur. İslamla bərabər yayılan ərəb memarlığı qaydalarının əksinə olaraq ta qədimdən gotik qübbənin şiş uclu olması hamıya bəllidir. Bununla belə Dərbənd qapılarındakı qübbələr hamısı kürə şəkillidir. Dəhlizlərə daş lövhələr döşənmişdir. Bunlar hamısı hamar daşlardır və evlərin damlarına qoyulmuş kirəmitlər kimi düzülmüşdür. Güman etmək olar ki, burada işlənmiş daşları yeri bu günə qədər heç kimə bəlli olmayan, unudulub yaddan çıxmış yaxındakı daş karxanasından gətirmişlər. Ancaq bu daşların dəniz sahilindən gətirildiyini deyənlər vardır. Mən bu faktı təkzib edirəm. Buna inanmıram. Sahil daşlarında rast gəlinən ilbiz qabığının, balıq qulaqlarının bu daşların heç birində olmaması, nəqliyyat vasitələrinin olmadığı bir vaxtdan keçilməz dağ yolları ilə sahildən daş gətirməyin ağla batan olmadığına daha yaxşı isbatdır. Biz Dərbənddən 20 verslik məsafədə yerləşən Keçəl qalaya baş çəkdikdən sonra divarın o biri tərəfinə keçdik. Keçən il Dərbənddən qovulan, indiki dağlıların peyğəmbəri sayılan Qazı Molla həmin bu Keçəl qalaya sığınmaq istəmişdi. Ancaq özünə qüvvə toplaya bilmədiyindən, qala isə yaxşı müdafiə olunmadığından burada dayanmamış və yoluna davam edərək çıxıb getmişdi. Biz dağın yuxarısında yerləşən Mıstaqi adlı bir kənddə nahar etdik və yenidən Dərbəndə yola düşdük. Yolda yalnız Dərbənd yaxınlığındakı yüksək qayalıqlarda yerləşən qədim Qamaq şəhərinin qalıqlarına baxmaq üçün ayaq saxladıq.
Hal-hazırda bu şəhər artıq yoxdur. Əsrlər ötdükcə şəhər yolçuların ayağı altında toza dönüb harasa qeyb olmuşdur. Onun keçmiş şan-şöhrəti bu gün tamamilə başqa məna ilə əvəz olunmuşdur. Bu yerlərin əhalisinin dilində Kamaklı, yəni Kamak sakini anlamında olan bu söz bu gün dəli sözünün sinonimi kimi başa düşülür və belə söyləyirlər ki, qədim Abderitlilər kimi Kamaklıların arasında da bir nəfər olsun ağıllı adam tapmaq mümkün deyilmiş. İndi görək bu divar necə uzanır, hansı tərəfə gedir, hara qədər davam edir. Bugün hələ də rast gəldiyimiz xarabalıqlar, uçuq sökük yerlər lap uzaqlara qədər gedib çıxırmı? Bax belə suallar çox güman ki, həmişə cavabsız, müəmmalı, qaranlıq qalacaqdır. Vaxtilə bütün xəbərlər bir dənizdən o biri dənizə 2 namaz arasındakı vaxt ərzində, yəni 6 saata çatdırılırmış. Bunu bizim müşayiət dəstəmizdəki kazaklardan biri mənə deyirdi. Bəlkə o vaxtlar bizim indi bilmədiyimiz hansısa bir əlaqə vasitəsi olubmuş. Hər halda vaxtilə belə bir vasitə olmuşdu. Bu fakt qədim xalqların, başqa cür demiş olsaq, qədim hökmdarların qüdrətindən xəbər verir və belə bir fikrin mümkünlüyü və icrası bugün bizi heyrətə gətirir. Bəs bir zamanlar qoca Qafqaz dağlarında nə qədər əhali yaşayırmış? Mən bunu sizdən soruşuram. Əgər Skandinaviyanın yoxsul qranitləri millətlər fabriki adlandırılırsa, onda Qafqaz da bəşəri varlığın ilkin beşiyi adlanmağa layiqdir. Dərələrə enib gələn sakinlər bu dağların qoynunda kürrəyi ərzin ilk övladlarını görmüşlər. Vaxtilə dağlardan vadilərə enmiş, bu mağaralarda məskunlaşmışlar və dünya dənizinin suyu çəkildikcə, axırıncı dalğalar yox olduqca, onlar, yəni bu sakinlər məhsuldar torpağın üstünə qədəm qoymuşlar. O zamana qədər Qafqaz sıra dağları adalar qrupu şəklində mövcud olmuş, onun zirvələri isə ada kimi ilkin okeanın sularından baş qaldırmışdır. Məhz buna görədir ki, Qafqaz dağlılarının ən qədim ailələrindən, xalqlarından olan qabardinlərə bugün hələ də adıgeylər deyirlər. Bu isə onların doğma dilində adaların sakinləri deməkdir. Mənim əziz polkovnikim, indi isə bu uzun məktubda Qafqaz divarı haqqında sizə lazım olan son sözümü demək istəyirəm. Bu divarın İran və Midiyanın keçmiş padşahları tərəfindən tikildiyi fikrilə razılaşırıq. Ancaq bu vaxtilə hökmran olan, hökmü keçən bir dövlətin əli ilə tikilmişdir. Daha doğrusu bu işi yerinə yetirə biləcək bir qüvvə gərək imiş. Bu işçi qüvvəsi yalnız xalq yaxud başqa cür desək ordu olmuşdur. Əgər bu ordu olmuşdursa, bu ordunu yedirtmək, ərzaqla təchiz etmək lazımmış və heç cür ola bilməz ki, ordu bu uzunluqda divarı yalnız İrandan gətirilmiş ərzaq hesabına tiksin. Bu divar tikilən dövrdə Qafqazda olduqca çox miqdarda xalq məskunlaşmışdı və bu nəhəng tikili əsər əslində yerli əhaliyə məxsusdur. Bunu hansısa bir xarici qüvvənin istəyi arzusu ilə pul əldə edib tikməmişlər. Sadəcə olaraq bu dediyimiz daha düzgün deyilmi? Təsadüfən dediyim bu fikir mənə görə həqiqətə oxşayır. Ancaq həqiqətə oxşayan bir şeyin həqiqətin özü olduğunu dəqiq bilmiriksə, bəs görəsən həqiqətə oxşayan nədir? Bununla da fikrimə son verdim. Buraları sürgün olunmuş məşhur şəxsiyyət Bestujev Marlenskidən 20 il sonra onun keçdiyi yolu biz də keçdik. Ancaq burası var ki, biz ondan 7 vers daha uzağa getdik. Onun kimi biz də divlərin zağasında, müqəddəs məmələr mağarasında olduq. Qalalarda yerləşən qoşun hissələrinin su götürdükləri yeraltı su anbarlarına baş çəkdik. Nəhayət, onun təsvirini yenidən dönə-dönə oxuyaraq dəqiqliyinə elə inandıq ki, onu olduğu kimi tərcümə edib verdik və əminik ki, oxucu bundan heç nə itirmir. Hal-hazırda onun ruhu gedib İskəndərin, Xosrovun və Nüşravanın ruhu ilə birləşib. Görəsən, indi o bu nəhəng divar haqqında sağlığında bildiyindən artıq nəsə bilirmi? Bəlkə də indi onun ruhu Tanrının qarşısında dayanıb belə bir suala cavab verməklə məşğuldur. Bacın Olqa Nestersovaya nə etdin? Ümid edək ki, yerdə olduğu kimi göydə də həmin zərif məxluq onun üçün dua edir.